Salam dostlar, bugün sizlərə Bitget birjası haqqında məlumat vermək istəyirəm. Bitget birjasının digər birjalardan fərqi ondadır ki, burada yalnız kriptovalyuta deyil, həm də hissə sənədləri almaq mümkündür. Yəni Tesla'dır, Google'dur, beta kimi şirkətlərin müəyyən hissələrini almaq mümkündür. Deməli, burada market bölməsinə daxil olursunuz. Videonun rəylər qismində Bitget birjasının linkini qoymuşam. Həmən linkdən daxil olub komissiyasız köçürmələr və çıxarışlar edə bilərsiniz. Market bölməsinə daxil olduqda dostlar, burada stok bölməsi var. Baxın, market bölümündə stok bölməsi var. Burada bunların tokenləri olan bölmə var. Burada alıb satırsınız. Bir də futures və yəni vadeli işləmlər üçün olan bölmə var. Bizə lazım olan tokenized stocks bölməsidir. Məsələn, burada Tesla'nın üzərinə basırsınız. Almaq istədiyiniz qədər buradan məbləği daxil edirsiniz və artıq sizin alış-verişiniz təsdiqlənmiş olur dostlar. Bu formada həmçinin ABŞ hissələri, yalnız ABŞ hissələri yox, həmçinin Asiya ölkələrində bəzi şirkətlərinin hissələri burada var. Yəni istədiyinizi tapa bilərsiniz. Hər qiymətə uyğun hissələr var. Tesla'dan başlayır və Asiya şirkətlərində bitir. Burada da futures işləmləri üçün hissə sənədləri yerləşdirilib. Məsələn, 10x, 25x edənlər, baxın burada futures işləmlərdən başa çıxanlar varsa, burada həmən bu qiymətlərə uyğun olaraq futures işləmlər, yaxud da vadeli işləmlər açaraq müəyyən qədər pul qazanmış ola bilərlər. Bir də Bitget birjasına depozit qaydasını öyrətmək istəyirəm dostlar. Assets bölməsinə daxil olursunuz. Burada Add Funds bölməsi var. Add Funds bölməsinin üzərinə vurursunuz. Burada Deposit kripto bölməsi var. Deposit kripto bölməsinin üzərinə basdıqda hansı coin'ə depozit etmək istədiyiniz coinlərin siyahısı gəlir. Buradan tutaq ki, USDT adresinə depozit etmək istəyirsiniz. USDT-dən Tron 20-cini seçirsiniz. Adresi kopyalayırsınız və istənilən birjadan depozit edirsiniz. Eyni qaydada depozitdə burada withdraw bölməsində on-channel, withdrawal channel bölməsinə daxil olursunuz. Tutaq ki, USDT çıxarış etmək istəyirsiniz başqa adresə. Bura çıxarış adresini, bura network'ü, burada çıxarış məbləğini qeyd edib pulunuzu buradan çıxarış edə bilirsiniz. Beynəlxalq bir birjadır. Rəsmi olaraq təsdiqlənmiş. Burada fırıldaqçılıq falan, yəni Ponzi sistem deyil. Rahat şəkildə qeydiyyat olub hissə sənədlərinizi burada alarsınız. ABB, Leobank kimi tətbiqlərdə yüksək komissiyalar ödəməkdənsə gəlib burada komissiyasız formada hissə sənədlərini alıb sata bilərsiniz. Bir də dostlar, həmçinin yeni gələnlər üçün də Bitget'in özünün hədiyyələri var. Stocks, daha doğrusu Stocks bölməsindən bəhs etdim sizə. Revat bölməsinə daxil oluruq. Revat bölməsində yeni qeydiyyat olanlar üçün müəyyən tapşırıqlar var. Həmən tapşırıqları həll etdikdə 6200 USDT dəyərində bonus qazanmış oluruq. Hansı tapşırıqlardır? Birinci tapşırıq $10 depozit etməkdir. $10 birjaya depozit etdikdə 200 USDT-lik futures pozisiyada bonus verir sizə. Yalnız və yalnız BTC USDT formatında verir. Və həmən bu 200 USDT vasitəsilə BTC-də short ya da long işləmləri aça bilərsiniz. Ondan sonra həmçinin burada pointlər sistemi var. Gündəlik girib buradan pointləri toplayırsınız. Sonra həmən pointləri hər hansısa bir məbləğlə dəyişmək mümkündür. Burada da gündəlik girib claimləyə bilirsiniz. Burada 200 xal verir Identity Verification bölməsində. Bu nədir dostlar? Deməli, siz daxil olursunuz KYC bölməsinə. KYC etdikdə avtomatik surətdə KYC-niz təsdiqlənən kimi 200 xal sizə verir. İlk depozitə 300 xal verir. Burada da göstərildiyi kimi. İlk trade'inizə, yəni minimum $50 futures işləmlərdəki trade'ə 400 points verir ki, bu da sizin üçün bir imkandır. Bir də depozit və trading yarışması var. Bu da nədir dostlar? Depozit $1000 olduqda bu sayta, yəni bu sayta $1000 depozit olduqda 50 USDT futures işləmlərdə bonus qazanmış olursunuz. Qazandıqdan sonra istəsəniz $1000 geri çıxarda bilərsiniz.
Amma 400 USDT bonusu almaq üçün isə 100.000 USDT futures trading bölməsində bir yatırımınız olmalıdır. Yəni həmən işləm long ya da short işləm açmalısınız. Bir də yeni üzvlər dəvət edərək də müəyyən qədər qazana bilərsiniz. Hər bir dəvət etdiyiniz dostunuz $1000 depozit etdikdə də sizə yenə eyni qaydada $50 gəlmiş olur. Bu formada Widget birjasının yeni qeydiyyat olanlara bonusları göstərilib. Pointsləri də gələn bölmədə sizlərlə paylaşacağım. Hansı formada bonuslardan istifadə etmək lazımdır ya da indi də göstərə bilərəm. Buradan daxil oluram rewards bölməsi. Bir dəqiqə dostlar. Rewards bölməsinə daxil oluram. Eyni qaydada həmən bu Redeem Daily Rewards bölməsinə daxil oluruq. Gördüyünüz kimi hal-hazırda mənim burada gündəlik 6 pointim var. Burada da 500 points yığdıqda $10 qazanırsınız. 200 points yığdıqda $1. Bəziləri var ki, məsələn 700 points isə $5, 1000 point $20 bu formada. Promotion Center bölməsində və bir də My Points bölməsində də mənim aldığım pointlər burada göstərilib və $200 200 pointlik mən futures işləmdə bir bonus əldə etmişdim və həmən bonusu da xərcladım. Yəni xərclədim, vade işləmdə də xərclədim, amma düzgün trade etmədiyimə görə pulumu itirmişdim. Bu qədər dostlar. Widget birjasında qeydiyyat olub hissə sənədləri almaq və komissiyasız pul çıxarışları və pul köçürmələri etmək üçün Widgetə daxil ola bilərsiniz. Həmçinin burada dostlar Azərbaycan üçün P2P sistemi də var. Onu da sizə göstərim. Deməli P2P yerinə bölməsinə daxil olduqda buradan confirm edək. P2P bölməsinə daxil olduqda dostlar, burada da gördüyünüz kimi Azərbaycanlı kriptovalyutaçılar həm alım, həm satışlar edirlər. Burada da göründüyü kimi $1.75 sentdən, 1 manat 75 sentdən 1 USDT-nin qiymətidir. Həmçinin satış bölməsində də bunların özlərinin satış qiymətləri də göstərilib. Yəni girib burada öz P2P sisteminizi açıb buradan da qazana bilərsiniz. Yəni manat AZN yəni burada dəstəklənir. Buradan da sizə göstərə bilərəm. Yəni AZN dəstəklənir. Burada göstərilib. Yəni AZN yazır. Baxın, yuxarıda da yazılıb AZN. Bu qədər. Sağ olun, sağlıqla qalın. Widget birjası haqqında hər hansı bir sual yaranarsa videonun rəylər qismində mənə bildirməyi unutmayın. Sağ olun, sağlıqla qalın.